Salam, hörmətli müəllimlər, video sessiyamızda xoş gördük. Bu dəfəki video sessiyamız avtomatik qiymətləndirilən testlərin yaradılması olacaq. Biz qeydiyyatda olduğumuz kursda tələbələr üçün avtomatik olaraq qiymətləndirilə bilən testlər yaradacağıq və həmin testlərin bir neçəsində forması var. Ən çox istifadə olunan formalara baxacağıq. İndi modul daxilində, birinci həftənin daxilində mövzu 2-yə aid, mövzu 2-nin 2 qovluğunun içərisində testi yaradaq. Plusdan yaradın, bizim test elementimiz var aşağıda, qiymətləndirmə elementlərinin içərisində test element. Biz keçən dəfə tapşırığa baxmışıq, indi test elementinə baxış keçirək. Testin üzərinə kliklədik. Açılacaq indi. Əvvəlcə testin adını yazırıq. Mövzu 2 ilə bağlı test sualları. Test suallarımızı əlavə etməyimiz üçün buradakı plus işarəsindən istifadə edəcəyik. Plusun üzərinə klikləyəcəyik. Burada bir neçə hal-hazırda biz test forması görürük. Bunların içərisində avtomatik qiymətləndirilə bilən testlər də var. Müəllim tərəfindən qiymətləndirilə bilən testlər də var. Əvvəlcə ən çox istifadə olunan avtomatik qiymətləndirilən testlərin içərisində bir neçə variant cavabı olan sual əlavə edin növündən istifadə edəcəyik. Bu bizim bildiyimiz ənənəvi test variantı olan sual növüdür. Biz sualımızı əlavə edirik bura əvvəlcə. Mən hazır suallar hazırlamışam AI ilə. Deməli, birinci bizdə bir neçə variantı olan sual növüdür. Əvvəlcə sualı götürürük, əlavə edirik sual yerinə, sual mətni yerinə. Sual mətni yerinə eyni zamanda bir şəkil, link, fayl, sonra riyazi formullar da əlavə edə bilərik. Sual mətni əlavə edəndən sonra cavab variantlarını bura qeyd eləməliyik. Bizim bir neçə cavab variantımız var. ABCD qeyd etməyimizə ehtiyac yoxdur. Çünki bəzən ola bilər ki, biz cavab variantlarının özünü də qarışdıraq. Qarışdırılmış versiyada tələbələrə göstərək. Ona görə ABCD yazdığımız təqdirdə bəzi tələbələrdə bu ardıcıllıq düzgün ard-arda olmaya bilər. Ona görə cavab variantı yazmasaq, ABCD variantlarını yazmasaq da olar. 4 deməli cavab variantı əlavə elədik. Yeni bir 5-6-cı cavab variantlarını da əlavə etməyə ehtiyac varsa, yeni seçim əlavə edin vasitəsilə növbəti cavab variantlarını da əlavə edə bilərik. Əgər ehtiyacımız yoxdursa, silə bilərik və yaxud da ki, cavab variantlarının yerlərini bu formatda dəyişdirə bilərik. Sonra sual mətnini əlavə elədik, cavab variantlarını əlavə elədik. İndi doğru cavab variantını biz seçməliyik. Burada gördüyümüz kimi əvəz etmə doğru cavab variantıdır. Doğru cavab variantını qeyd etməyimiz üçün əvəz etməni məncə əlavə eləməmişik. Əvəz etməni də əlavə eləyək. Cavab variantlarını yazdığınız zaman burada deməli daha tünd rəngdə yazılma və s. Bunlara fikir verək ki, ola bilsin ki, doğru cavab elə bir yerlərdən biz götürəcəyik ki, testlərimizi orada doğru cavab variantı ya tam qaralmış şəklində olsun, ya kursiv şəklində olsun. Ona görə bunlara fikir verməliyik ki, bütün cavab variantları eyni dizaynda olmalıdır ki, doğru cavab variantı seçilməsin.
İndi bizim doğru cavab variantımız əvəz etmə cavab variantıdır. Biz bunu seçdik. Tələbə təbii ki, bunu görmür. Əgər bizim bir doğru cavab variantımız varsa, bu zaman bir doğru cavab variantını qeyd edirik. İki doğru cavab variantı varsa, o zaman ikisini qeyd edirik. Bu formatda bir neçə cavab variantını qeyd edə bilərik. Eyni zamanda tələbələrə neçə cavab variantı varsa testdə, testdə neçə doğru cavab variantı varsa, həmin say qədər tələbələrə biz mütləq şəkildə minimum həmin say qədər tələbələrə doğru cavab variantı seçimini təklif eləməliyik. Əgər bizim testimizdə bir doğru cavab variantı varsa, biz lazım gəldikdə tələbələrə 4 variant seçməyi də təklif eləyə bilərik. Bu zaman tələbə əgər hər 4 variantı seçərsə, onun içərisində bir doğru cavab variantı varsa, burada qeyd olunmuş bal 4 dənə cavab variantı üzərindən bölünəcək. Doğru olan nə qədərdirsə, həmin qədər bal hesablanacaq. Məsələn üçün, biz 1 bal vermişiksə bu sualın doğru cavabının tapılmasına, bu zaman əgər bir doğru cavab variantı varsa və biz tələbələrə 4 seçim veririksə seçməyə, bu zaman tələbə hər 4 seçimi seçdiyi zaman ümumi həmin bu sualdan 0,25 qədər bal toplayacaq. Bu hissələrə də özünüz istədiyiniz formada dizayn edə bilərsiniz. Sonra qiymətləndirmənin sonunda tələbələrə məzmun əlavə etməyə icazə verin. Bunu qeyd etdiyimiz zaman tələbələr deməli testə cavab verdikdən sonra həmin test suallarının sonuna müəyyən mətn və yaxud da ki şəkillər və faillər əlavə edə bilərlər. Avtomatlaşdırılmış rəy bizə burada köməklik edə bilər. Bunu yandırdığımız zaman tələbə suala düzgün cavab verirsə, bir rəy yaza bilərik ona. Yanlış cavab verirsə, buna da eyni qaydada yanlış yazılmış suallara avtomatik rəy verə bilərik. Bunu sonra yaddaş saxlamazdan öncə burada bizim bal hissəmiz var. Əgər bu suala neçə bal veririksə, o balı burada biz mütləq şəkildə qeyd eləməliyik. 1, 2 və yaxud da ki 10 bal qeyd edə bilərik. İndi hal-hazırda bu suala deməli biz 2 bal verəcəyik və yaddaşda saxlayırıq. Yaddaşda saxladıqdan sonra növbəti sualları həmin əvvəlki sualın aşağı və yaxud da ki yuxarı hissələrinə plus vasitəsilə əlavə edə bilərik. Əgər bu suala deməli dəyişiklik eləmək istəyiriksə, sualın üzərindəki 3 nöqtədən redaktə eləyə və yaxud da ki silə bilərik. İndi ikinci sual formamızı da əlavə eləyək, baxaq. Deməli, avtomatik qiymətləndirilə bilən ikinci ən çox istifadə olunan sual forması doğru, yanlış sual formasıdır. Bunu seçirik. Burada sual mətni qeyd olunur. Sual mətni qeyd olunandan sonra cavab variantları doğru, yanlış ola bilər buradan. Bəli, xeyr, düzgün, səhv, razıyam, razı deyiləm formatında olar. Və qeyd olunmuş, seçilmiş burada cavab variantlarına uyğun şəkildə də düzgün cavab variantı hansıdırsa, həmin cavab variantını burada qeyd edirik. İndi doğru, yanlışa aid də bir sual əlavə eləyək. Sual mətnini əlavə eləyirik. Doğru, yanlış formatında cavab variantını seçirik və düzgün cavab burada yanlış olduğu üçün düzgün cavabı yanlış kimi qeyd edirik. Burada da bal yazırıq tələbəyə. Neçə bal veriləcək, doğru cavab verdiyi təqdirdə neçə bal alacaqsa və yaddaşda saxlayırıq. Növbəti sual formamızdan biri də üst-üstə düşən sual formasıdır. Bu da avtomatik
deməli qiymətləndirilə bilən sual formasıdır. Bu sual formasında deməli əgər sol tərəflə sağ tərəf tələbələr sol tərəfdən sağ tərəfi düzgün əlaqələndirilə bilirlərsə, suala düzgün cavab vermiş olurlar. Biz burada sual mətnini yazacağıq burada. Qısa formatı burada əlavə eləyəcəyik. Sol tərəfi və sağ tərəfdə də cavab hissəsini əlavə eləyəcəyik. Bu formatda biz bunu hazırlaya bilərik. Baxaq indi. Deməli, sualımız belədir ki, rəqəmsal alətləri onların əsas təyinatı ilə uyğunlaşdırın. Bu bizim sualımız olacaq. Tələbəyə veriləcək sualımız olacaq. Sualın birinci və ikinci hissələrini qeyd eləyək. Deməli, birinci hissəmiz kaxoddur. Deməli, birinci hissəmiz kaxoddur. Kaxodun cavab mətnini bura düzgün cavab mətnini bura əlavə eləyirik. İkinci deməli cavab variantımız Padletdir burada. Padleti də seçirik, əlavə eləyirik. Cavab variantı Padlet üçün doğru cavab variantını da qeyd eləyirik. Yenə də burada ABCD yazmağa ehtiyac yoxdur. Üçüncü cavab variantımız Turnitindir. Turnitini də əlavə elədik və doğru cavabını da qeyd elədik bura. İndi cüt əlavə etməyə ehtiyac varsa, cüt əlavə edin düyməsi vasitəsilə yeni cüt əlavə edirik. Ehtiyac yoxdursa silirik. Eyni zamanda əgər bizim burada 3 cavab variantımız varsa, 3 dənə də həmin cavab variantına uyğun düzgün cavablar var. Əgər biz yanlış cavabları da əlavə etmək istəyiriksə, yanlış cavabları da buradan əlavələri qeyd edə bilərik. Yəni 3 dənə seçim olacaq, 3 dənə seçimə uyğun şəkildə doğrular. Əgər 3 dənə yox, bizim yazdırmış olduğumuz bu yanlış cavablar da onların üzərinə gələcək. Məsələn, 3 dənə yanlış cavablar yazsaq, hər seçim üçün tələbə 6 dənə ümumilikdə cavab variantını görmüş olacaq. Ehtiyac varsa, yanlış cavabları da biz burada qeyd eləyə bilərik. Bu sual variantına da, bu suala da bir bal yazırıq. Yaddaşda saxlayırıq. Tələbələr təbii ki, hər deməli sual variantının qarşısında onun doğru cavabını görməyəcəklər. Bu qarışdırılmış yəni əvvəlcə sual variantı olacaq, sonra buradan aşağı açılan siyahı olacaq. O siyahıdan cavab variantlarını seçəcəklər. Tələbə hissəsində də bunlara baxacağıq, tanış olacağıq. Növbəti avtomatik qiymətləndirilə bilən sual tiplərindən burada boşluqları doldurun sual tipi var. Buna da baxaq. Bu da lazımlı sual tiplərindən biridir. Burada boşluqları doldurun hissəsində biz sualı yazacağıq. Sualın arasında bir boşluq qoyacağıq. Bu boşluqları tələbənin özləri doldurmasını istəyəcəyik. Buna aid olan bizim bir nümunəmiz var. Boşluqları dolduruna aid. Burada mühazirələrin evdə video vasitəsilə izlənildiyi, sinifdə isə praktiki tapşırıqların icra olunduğu təlim modelinə əks olunmuş, yəni ki, Flipped Classroom modeli deyilir. Tələbələr əks olunmuş sözünü yazmalıdırlar əslində. Biz də eyni qayda tələbələr üçün bunu hazırlayacağıq. Deməli, mühazirələrin evdə video vasitəsilə izləndiyi, sinifdə isə praktik tapşırıqların icra olunduğu təlim modelinə
Doğru cavab variantını kvadrat mötərizənin içərisində yazmalıyıq ki, burada növbəti mərhələ düyməsi də görəcəksiniz aktiv olacaq. Kvadrat mötərizəni açırıq, ingilis dili klaviaturasındadır. Kvadrat mötərizəni açdıq, bağladıq. Ortasına yazırıq həmin doğru cavab variantını. Doğru cavab variantı əks olunmuşdur. Tələbə əks olunmuş sözünü yazdığı təqdirdə həmin suala doğru cavab vermiş olur. Sonra növbəti mərhələyə keçid edirik burada. Deməli, əgər tələbə burada boş görəcək bunun içərisini və özü əllə bunu doldurmalı olacaq. Əgər biz istəyiriksə ki, tələbə tam şəkildə suala doğru cavab versin, necə ki, əks olunmuş sözünü olduğu kimi yazmağını istəyiriksə, tam uyğunluq seçirik. Tərkibində elementlərin deməli sayına görə burada var. Yəni tərkibində müəyyən elementlər varsa əgər, bunu doğru cavab kimi götürülə bilər və yaxud da ki, nümunəni uyğunlaşdır. Nümunəni sınaqdan biz keçirək bir dəfə. Əks olunmuş əvəzinə əks olunmuş ş hərfini yazmırıq, ə hərfini yazmırıq. Test edirik. Gözlənilən düzgün cavab isə əks olunmuş olmalıdır. Deməli, nümunəni uyğunlaşdır seçdik və yaddaşda saxlayırıq. Sual 4 burada artıqdır, bunu silək. Bir dənə də qiymətləndirilə bilən formasına baxaq. Deməli, bizdə var, qarışıq cümlə sualı əlavə edin. Bunu seçirik. Sual mətnini buraya əlavə edirik. Deməli, cümlədəki boşluqlar üçün doğru sözləri seçin. Əlavə edirik bura. Bu sual növü əslində buraxılmış, oradakı boşluqlar olacaq, buraxılmış boşluqlar. Hər dəfə tələbə boş olan hissəyə gəldiyi zaman, bizdə burada dolu görsənir, əslində bu boş olacaq. Boş olan hissəyə gəldiyi zaman buradan seçəcək ki, məsələn, boş olan hissədə hansı deməli, söz birləşməsi, söz və yaxud da cümlə olmalıdır. Bu bizim yazdığımızdan asılıdır təbii ki. Bunu siyahıdan görəcək. Məsələn, bizim sualımızın içərisində deməli, 1-2 dənə var hal-hazırda. Tələbə hər dəfə boşluğa gəldiyi zaman 2 dənə siyahıdan seçim eləyə bilər. Bunlar doğru cavab variantıdır, amma ki, hansı doğru cavab variantı hardadır, ondakı tələbə doğru düzgün seçməlidir. Əlavə yanlış cavab variantları da biz buradan qeyd edə bilərik. Onlarda siyahıda 2 dənə yox, 3 dənə, 4 dənə, 5 dənə də çıxmasını istəyiriksə, yanlış cavabları da qeyd edə bilərik. Buna da bir bal yazırıq və yaddaşda saxlayırıq. Artıq 5 dənə biz avtomatik qiymətləndirilə bilən sual növünə baxdıq və sualları bura yerləşdirdik. İndi qiymətləndirmə parametrlərinə baxaq bu test üçün. Son tarix və sair, bu bizdə tapşırıqda olduğu kimidir. Son tarix üçün seçimlər var. Test üçün olan seçimlərə baxaq. Burada hər dəfə bir sualı göstərin. Deməli, tələbə əgər suala cavab verdiyi zaman
ekranı açarsa əgər, hər dəfə onun ekrana bir sualın görsənməsini istəyiriksə, bunu aktivləşdiririk. İzləməni qadağan edin isə suala yenidən qayıtmaması üçündür. Bu seçməyə ehtiyac varsa yandırırıq. Sualları təsadüf edin. Hər tələbəyə fərqli-fərqli suallar göstəriləcək. Sonra cavabları təsadüf seçmək. Burada da hər tələbəyə suallar öz növbəsində burada təsadüf olacaq. Eyni zamanda sualın cavabları da təsadüf olacaq. Əgər biz əlavə deməli səhifələr də bura əlavə etsəydik, tutaq ki, hər 5 sualı bir səhifəyə yerləşdirsəydik, yəni bir bölməyə daha doğrusu yerləşdirsəydik, həmin bölmələri də tələbələrə fərqli-fərqli təsadüfi formada tələbələrə göstərmək mümkündür. Formatı bilirik nədir? Yəni ki, testə cavab verəcək, qiymət alacaq, amma onun qiyməti ümumi qiymətə təsiri olmayacaq. Qiymət kateqoriyası bu test bizim deməli silabusumuzda hansı kateqoriyaya aidsə o kateqoriyanı seçirik və maksimum dərəcədə çalışırıq ki, sualların ümumi maksimum balı həmin kateqoriya balına bərabər olsun. Biz indi quiz-i seçəcəyik buradan. Deməli quiz-i seçirik. Quiz elə yəqin ki, bizə tapşırıqdır. Tapşırıq kateqoriyasını seçdik. Deməli, icazə verilən cəhdlər. Əgər biz tələbəyə suallara cavab verməsi üçün hər dəfə bizə təqdim etmədən sonra yenidən cavab verməsini istəyiriksə, buradan cəhdlərin sayını seçə bilərik. Deməli, bal seçirik və maksimum balı qeyd edirik. Burada maksimum bal 9 baldır. Biz dedik ki, 9 bal yox da həmin kateqoriyanın balına bərabər olmalıdır. Kateqoriya balımız da 10 bal idi. İndi hansısa sualda deməli bunu yaddaşda saxlayaq. Hələlik hansısa sualda 1 bal olaraq qiymətləndirmə var. Bu buradadır. Biz özümüz yaza bilmirik təbii ki. Balı gərək tək-tək suallara verilən ballar nəticəsində ümumi bal toplanılır. Vəssalam. İndi parametrlərə baxaq bir də. Ümumi balımız yenə 9 bal oldu. Yaddaşda saxlamadıq yəqin ki, bəli. Deməli, 4-cü sual idi, növbəti mərhələyə keçid edirik və yaddaşda saxladıq. İndi parametrlərə baxaq bir də. Maksimum balımız 10 bala bərabər oldu. Əgər 20 test olsaydı burada 10 bala bərabər etməyini istəyiriksə, sualları bərabər şəkildə bölməyimiz üçün hər suala 0.5 bal verəcəkdik. Deməli, sonra qiymətləri avtomatik dərc et. Bu düymə aktivdirsə, avtomatik olaraq qiymətlər hesablanıb dərc olunacaq. Bu düyməni söndürdüyümüz zaman mütləq şəkildə biz bunu özümüz yoxlayıb yenidən qiymətləri dərc eləməliyik. Əgər bu düymə aktivdirsə, tələbə avtomatik testə cavab verilən kimi onun balları hesablanacaq. Düzgün cavab variantlarına görə bal onlara göstəriləcək. Ehtiyac varsa bizdə qiymətləndirmə nəticələrində bu təqdim etməyin görünüşüdür. Deməli, burada bizə nə lazımdır? Tələbələrə təqdim etmələrinə baxmağa icazə verin. Təqdim etmədən sonra, bu yəni onlar təqdim etdikdən sonra hansı suala hansı cavabı veriblərsə, bunu biz buradan seçə bilərik. Hansı şərtlər bizə uyğundursa, həmin şərtlərə uyğun şəkildə biz bunu seçə bilərik və yaxud da ki, ümumiyyətlə bunu söndürərək ki, onlar baxa bilməsinlər. Eyni zamanda, əgər yandırılmış vəziyyətdədirsə, hansı sualdan nə qədər bal toplayıb, sual xallarını göstərmə formatında bunu görə bilərlər. Düzgün cavabları göstərə bilərik onlara. Düzgün cavabların da burada deməli düzgün cavabların göstərilməsi üçün şərtlər var. Hansı şərtlər ödənildiyi təqdirdə tələbələr düzgün cavabları görə bilərlər. Bu şərtləri də özümüzə uyğun şəkildə tənzimləyirik və yaddaşda saxlayırıq. Yaddaşda saxladıq.
Görək nəsə burada problem var. Yox, təqdim etməyə əlçatandır. Yaddaşda saxladıq. Bir də əgər lazımsa giriş kodu və vaxt məhdudiyyətini də buradan qeyd edə bilərik testlər üçün. Deməli, yaddaşda saxladıq. İndi yaddaşda qaldı və tələbələr üçün aktivləşdiririk. Artıq tələbələrlə bu test paylaşıldı. İndi tələbə ön baxışından daxil olub baxacağıq. Tələbə ön baxışına keçid etdikdən sonra həmin testə daxil oluruq. Test paylaşılandan sonra zaten tələbələrə bildiriş gələcək ki, test paylaşılıb elektron poçt formatında. O da günün sonunda da ola bilər. O tələbənin seçdiyi deməli bildiriş növündən asılıdır və yaxud da ki, biz elan da paylaşa bilərik bununla bağlı. Birinci həftənin içərisində, mövzu 2-nin içərisində idi bizim testimiz. Eyni zamanda tələbələr bunu qiymət jurnalında da görə bilərlər ki, hələ ki qiymətləndirilməyib bu. Buradan da seçib, daxil olub testə cavab verə bilərlər. Cəhdə başla. Deməli, tələbələr testin deməli başlığını görür, son tarixi görür burada, maksimum balı görür və cəhdlərin sayını görür. Cəhdə başla düyməsini seçdikdən sonra artıq sualları görməyə başlayır. Ümumilikdə 5 dənə sualı var. Birinci sualı görür ki, 2 balla qiymətləndirilir. Tələbə sualı oxuyur, suala cavab verir. Biz burada bir seçimi qoyduğumuz üçün, tələbə üçün bir doğru cavab variantını seçim qoyduğumuz üçün tələbə yalnız birini seçə bilir. İkisini seçdiyimiz zaman isə burada çox seçimli, sual 1-in qarşısında burada çox seçimli yazılacaqdır. Deməli, sual 2-nin də qeyd edirik. Tələbə kimi cavab variantını. Bu bizdə eyniləşdirmə deməli sual növüdür. Üst-üstə düşən sual növüdür. Buradan Kahoot-a birinci nə aiddir? Onu seçirik. Padletə nə aiddir? Onu seçirik buradan. Və Turnitinə nə aiddirsə, onu seçə bilirik. Sual 4-ü biz oxuyuruq və burada boşluğu doldurmasını tələb eləyir sual 4-də. Sual 5-də isə bu sual tipi qarışıq cümlə sual tipi idi. Cümlənin daxilində boşluqları buradakı siyahıdan biz seçirik ki, hansı boşluqda hansı söz, siyahıdakı hansı söz aiddir. Seçdikdən sonra tələbə bütün suallara cavab verir və təqdim et düyməsi vasitəsilə testini təqdim edir. İstəsə, hər hansı bir suala cavab verməyə də bilər. Təqdim et seçirik. Artıq tələbənin qiyməti, tələbənin təqdim etməsi uğurlu oldu. İndi tələbənin ümumi qiymətinə baxır. Tələbə buradan görür ki, 10 baldan 6.67 toplayıb. Təqdim etməyə bax seçdiyi zaman isə yalnız da seçdiyi cavab variantlarını görür hər sual üzrə. Hansının doğru, hansının yanlış olduğunu müəllim hələ ki onlara göstərməyib. Burada yazılıb ki, sual balları bütün qiymətlər dərc edildikdən sonra əlçatan, yəni hamı suala cavab verdikdən sonra deməli bu sual hansı sualdan neçə bal toplayıbsa, onların ballarını tələbə görə bilir. İndi çıxış eləyirik biz, yaddaşda saxlayırıq. İndi müəllim kimi həmin tələbənin deməli cavablarına baxa bilərik. Artıq tələbə avtomatik olaraq qiymətləndirilib. Bizim yenidən onu qiymətləndirməyimizə ehtiyac yoxdur. Biz sadəcə həm onun
verdiyi cavablara baxa bilərik. Qiymət jurnalına da baxa bilərik. Eyni zamanda məzmundan da həmin testi açıb təqdim etmələr hissəsində verilmiş cavabları biz baxa bilərik. Eyni zamanda burada tələbə fəaliyyəti var. Neçə tələbə açıb, neçə tələbə cavab verib və sual analizi var. Sual analizi hələ ki hesabat işlənilir. Hesabat işləndikdən sonra elektron poçta yəni göndəriləcək, həmçinin burada da görsənəcək. Demək, təqdim etmələrə baxırıq. Hansı tələbə, hansı sualı doğru, hansı sualı yanlış yazıb. Birinci sualı görürük ki, doğru yazıb. İkinci sualı yanlış yazıb. Üçüncü sualda hər cavab variantına 0.67 bal düşdüyü üçün yalnız biri doğru olduğu üçün 0.67 bal alıb tələbə. Dördüncü, qarışıq cümlədə də tələbə hər ikisinə burada doğru cavab verib və qiymətdə tələbəyə göstərilib. İndi geri qayıdırıq. Məzmun parametrləri. Əgər təqdim etmə zamanı tələbə bizə bildirirsə ki, nəsə bir problem olub, sübut edə bilirsə ki, cavab verdiyi zaman problem olub, ona yeni bir cəhd yaratmaq istəyiriksə əgər, tələbənin işini açırıq. Demək, tələbənin işini açdıqdan sonra burada üst düymədən cəhdi silirik. Cəhdi sildikdən sonra tələbə yenidən bu testə cavab verə biləcək. Demək, bu sessiyamızda avtomatik olaraq qiymətləndirilə bilən testlərə baxdıq. Növbəti sessiyamızda müəllim tərəfindən qiymətləndirilə bilən testlərə də nəzər salacağıq. İzlədiyiniz üçün təşəkkür edirəm.